Salam, hər vaxtınız xeyir olsun. Belə ki, Azərbaycana rəsmi səfəri nəzərdə tutulur İran prezidenti Məsud Pezeşkanın və qeyd edeyim ki, bugün İran prezidentinin ölkəmizə rəsmi səfərinin həyata keçirilməsi iki tərəfli münasibətlərin bundan sonraki perspektivlərinin inkişaf etdirilməsi kontekstindən kifayət qədər yüksək qiymətləndirilir. Əsas məqamlardan biri isə İran prezidenti Məsud Pezeşkanın ölkəmizə böyük heyətlə, təxminən 120 nəfərdən ibarət olan heyətlə müşahidə olunmasıdır və eyni zamanda onun belə bir heyətlə ölkəmizə rəsmi səfəri rəsmi Tehranın artıq xoşniyyət və münasibətlər sisteminə siyasi iradə nümayiş etdirməsi kimi izah olunur. Qeyd edeyim ki, Azərbaycan Respublikası prezidentinin Zuqulba iqamətgahı ərazisindəyik biz və burada rəsmi qarşılanma mərasimi həyata keçiriləcək və qeyd edeyim ki, iki tərəfli olaraq hər iki ölkənin dövlət başçıları bir arada təkbətək görüş keçirəcəklər və yalnız bundan sonra isə mətbuata birgə bəyanatla çıxış ediləcək. Qeyd etmək istərdim ki, münasibətlər sistemi hələ 1991-ci ilin 25 dekabrında, yəni Azərbaycanın müstəqilliyinin İran tərəfindən tanınmasından sonra öz işinə, öz nöqtəsinə başlayıb və qeyd edeyim ki, bu münasibətlərin diplomatik əlaqələr sistemində qurulması isə 12 mart tarixinə təsadüf edir. 1992-ci ildə diplomatik əlaqələrin qurulması artıq bugün özünün ən yüksək pilləsinə qədəm qoyub və Azərbaycanla İran arasında təkcə siyasi kontekstdə deyil, özəlliklə də iqtisadiyyat, energetika sahəsində də kifayət qədər mötəbər addımlar həyata keçirilir və münasibətlər bugün yüksələn xətt üzrə davamlı olaraq inkişaf etməkdədir və bu da təbii ki, özünü bugün dövlət başçıları, liderlər səviyyəsində təkbətək görüşün keçirilməsi kontekstindən daha qabarıq şəkildə müşahidə edəcək və qeyd edeyim ki, münasibətlərin bundan sonraki axarda, özəlliklə də iki tərəfli münasibətlərdə mövcud olan sualların aradan qaldırılması istiqamətində Tehranın ümumiyyətlə xoşniyyət nümayiş etdirməsi də rəsmi Bakı tərəfindən kifayət qədər yüksək qiymətləndirilən bir amildir və biz də hazırda burada gedişatı izləməkdəyik və İran liderinin ölkəmizə səfəri ilə əlaqədar olaraq önəmli məlumatları sizə və izləyicilərimizə çatdırmağa çalışacağıq. Hələlik isə bizdən bu qədər, realı izləmədə qalın.